Novruz geldi, yaz geldi, bir əlində də dolu babat telefon gəldi. Androidlər aləmində iPhone, belə də adlandırırlar bu telefonu. Videonun sona kimi baxın ki, biləsiniz ki, Honor Magic 7 Pro o özü ilə nələri gətirib, nələri var, özünün babat puluna dəyir, yoxsa yox. Bütün bunlar bugün bu videoda başladıq. Telefonu əlimə alanda doğrudan da başa düşürsən ki, telefon elə belə zarafat telefon deyil də. Geçən dəfəki videoda Poco'nu təriflədim ki, biraz nəsə də çəməsə maraqlı bir telefondur. Amma Poco'dan sonra buna da geçirdiniz ki, bu telefon deyil, Poco telefon deyilmiş. Yəni bu telefon budur. Honor şirkəti tərəfindən bizə göndərilib. Çox sağ olsunlar yeri gəlmişkən. Sadəcə müraciət etdi və verdilər bizə icmal üçün. Demək olar ki, hər şey yalnız yuxarıya doğru getdi. Bir çox digər telefonlara fərqli olaraq, hələ telefonlar var ki, növbəti modellərdə görürsən ki, nədəsə kəsirlər də. Yəni belə ad çəkməyəcəm, özləri başa düşürlər. Var, bəli. Var. 12.5 son 2, nə deyim, 12.5 geninə bolma, yəni belə yaddaşı. Bizdə 3 rəngdən biridir, biri belə mərmər sayağıdır, biri gümüşlüdür səhvimləmirəmsə. Biri də ki, bax belə tünd boz, qrafit bozdur. Yəni bu bozla qaranın qarışıqlığı tuta bilmirsən. Bu daha çox qaradır, yoxsa daha çox bozdur. Həm də arxasında matdır. O qaranın biraz bozlaşdırır da, elə ki, qırılma ehtimalı məncə burada keçən ilki o yaşıla baxanda ola bilər. Çünki keçən ilki arxası yaşlı olan versiya o eko dəri kimi idi. Bir tərəfdən yaxşıdır, çünki yenə də cızıqlara, ani bir zərbələrə daha davamlıdır. Burada bax kanka şüşədir, yəni bu başa düşürsüz də, bu ehtiyatlı olmaq lazımdır. Digər tərəfdən də ki, o eko dəri də bir balaca bezdirib də, yəni bir çox telefonlara belə. Yayda da o tərlədir o dəri var. Eko dəri. Yəni onun mənfi tərəfləri də var. İndi hardasa bəlkə də müsbət tərəfi ki, bəlkə də cızıqlar daha az olur orada, biraz özünü qoruyur. Amma şüşədir də, yəni o da var da. Həmişə aktualdır, həmişə daha baha görünür və həmişə daha xoşdur. Amma yenə də əliniz tərlirsə, nə deyim valla, nə məsləhət görürsən. Tez-tez əlinizi silin, yəni safiyətli gəzdirin. Nə deyim sizə? Bu cür telefon işlədirsiniz də. Əlinizə nəsə çarə qılın. Nəsə telefona yox, əlinizə çarə qılın. O Magic 6 Pro-nun dizaynı necədir və 7 Pro. İndi özünüz də şərhlərdə yazın. 6 Pro-nun dizaynı daha yaxşı idi və ya bu bütöv bir şüşənin altında və kənarlarında da heç bir naxış falan da yoxdur. Çünki 6 Pro-da kameranın arasında olan bu paneldə, xüsusilə bu yaşıl versiyada şey var idi. Belə naxışlar falan qoyurdu. Bəzi adamlar dedi ki, yox, bu biraz sambalını öldürür. Kənarları metaldır. 6 Pro-ya baxanda, o xatırlayırsınızsa 6 Pro-da çərçivə var ha. 6 Pro-da o ekran yanlarda qatlanırdı deyə o burada nazikləşirdi. Sonra enlənirdi və belə qeyri-bərabərdə. Burada artıq onu yığışdırdılar da 2D şüşədir. Daha müasir tendensiyalar, bütün topda olan smartfonlar demək ki, hamısı belədir. Yenə də kənarları biraz xoş bir yumruluğu var. Xoşuma gələn odur ki, yanda olan ənənəvi yandırıb söndürmə, blok düyməsi və səsi azaltma, çoxaltma, onun da daha iri elədilər. Bəzi telefonlarda məsələn nazik olur, tuta bilmirsən, başa düşmürsən ki, əlin düymənin üstünə gəldi yoxsa yox. Çünki istərsəniz bu düymələrə heç kim baxmır da, baxmır. Bir dənə buna basın. İstərsəniz sən buna əlin sadəcə, yəni ki, hissiyatla da belə kör şəkildə sən bunu, yəni əlin tapmalıdır bunu. Səsə qalanda, səs dinamika, 2 dənə də stereo özdə necə, nəsə, birazdan danışarıq bu haqda. İnfraqırmızı port, bunu da qoydular, bahalı modellərdə çox nadir hallarda olur. Burada mikrofonlar var, burada təbii ki, Type-C, Type-C nədir deyəcəm sizə az sonra. 2 sim kart, 2 nano sim kart yeri var, yaddaş kartı təbii ki yoxdur. Bahalı segmentdə bunu yığışdırdılar artıq. Type-C burada adi Type-C deyil, burada 3.2-dir, yəni ən müasir Type-C-dir. 5 gigabit saniyəni dəstəkləyir, təsəvvür edin sürəti. Display portu dəstəkləyir, yəni burada prinsipcə monitoru qoşma olur bu smartfonun. Əladır. Və keçirik bu smartfonun ən gözəl hissələrindən biri olan ekrandır. Ekranda da burada heç bir qənaət olmadı. Birincisi ekran böyüyüb, 6.8 olub. Son zamanlar 6.7 çox populyardır. Bu da 6.8-dir. İridir. Smartfonun özü də bu hiss olunur ki, ekran da iri olması da özü də enlidir. Əlində belə tutursan ki, baxırsan ki, o ensiz telefonlar deyil. Yəni enlidir, samballıdır. Ekran
OLED, yəni milyonlarla rənglər, 5000 nit parlaqlıq, PPI-lər, DPI-lər çox yüksəkdir, hər şey çox qaydasındadır. 120 Hz yerində, təbii ki, barmaq izi skaneri ultra səsli. Burada ayarlar, ekranın çox ayarları var. Bu da hətta ayrıca bir Honor bu modeldən etibarən başladı. iComfort hissəsi var, yəni menyuda və bir ayrıca bölmə var. iComfort, yəni bu göz rahatlığı. Yəni burada həm temperaturu, rənglərin temperaturu, həm yenilənmə sürəti, şriftlər, oxuma rejimi, o rejimi, bu rejimi, axşam, gecə, günorta. Yəni o qədər ayarlar var ki, burada mənim başqa telefonda bu qədər sırf ekranın rahatlığına, yəni göz komfortu üçün lazım olan parametrlərin bir yerə toplanmasına açığı görməmişəm. Bunu sırf bu modeldə görürəm. Yəni bu təbii ki, yaxşıdır. Smartfonun güclü olmasını biz deyəndə həmişə smartfon güclü smartfondur. Bu güclü smartfondur. Əlbəttə ki, burada çipi vurğulamaq lazımdır. Birinci növbədə təbii ki, 2025-in top smartfonlarıdırsa, burada 2025-in top çipi nədir? Bu da əlbəttə ki, Snapdragon 8 Elite-dir. Bu da əlbəttə ki, Galaxy S25 Ultra, əlbəttə ki, Xiaomi 15 Ultra, bu kimi bu ilin ən güclü, ən bahalı segmentin ən yuxarı olan Android smartfonlarında olan prosesor burada da quraşdırılıb. Burada demək olar ki, baxıram ki, heç nə də kəsməyiblər də, yəni heç nə də azaltmayıblar. Hər şey mükəmməl. Heç nə kompromis yoxdur. Məsələn, fikirləşir də bəzi istehsalçılar ki, burada bunu eləyək, bunu amma kəsək də, yəni bunu burada şarj eləyək, burada bunu belə eləyək. Yəni yox da, yəni burada smartfonda demək olar ki, yoxdur deyirlər o. Honor Magic 7 Pro-da doğrudan da yoxdur. Antutu'da da, Geekbench'də də, digər benchmarklarda da bunların hamısına da yaxşı ballar yığır. Sizin təntənəli alqışlarınızla bura reklama dəvət edirəm. PUBG-də və ümumiyyətlə belə oyun təəssüratlarında onun fikri nədir? Vay, belə deyim də. Birinci PUBG daxil olan kimi nə gəlir? Flagman telefonlarda olduğu kimi Game Manager gəldi. Game Manager-də super bir özəlliyi var idi. Lester deməli bu FPS oyunlarında scope. Bu game monitorlarda, əgər gamer monitordasa, sırf orada monitorun özündə scope-u açmaq üçün bir özəllik olur. Monitorun özündə olur ha bu ya. Və burada da nə oldu? Scope nədir? İzah edeyim mən sənə birinci. Scope o istilahda Elə ki, nişangah yox. 20 dəqiqə olsun da video. Nişangah yoxdur, bax odur da. Məsəl üçün burada açanda game monitorlarda olduğu kimi scope-u da verir. Və sən scope-la, əgər PUBG-də siz scope tapmamısınızsa, no scope vura bilərsiniz adam. Çünki artıq Game Manager özü scope vermiş olur. Belə bir özəlliyi var. Bu çox xoşuma gəldi mənə və bunu deyirsən təzə Game Manager əlavə edirlər. Bundan qabaq yox idi bu. Yəni bu özü bu oyun üçün də ən çox bu. Ümumiyyətlə. Ümumiyyətlə, yəni bu telefonun özü bunu dəstəkləyir deyə bu var. Daha sonra PUBG-nin özünə gəldikdə isə Ultra HD ayarı açır təbii ki, 120 FPS açır təbii ki, mükəmməl oyun səviyyəsi. Ayarları maksimal səviyyədə. Ayarlar maksimal, ən maksimaldır. PUBG hardakı ən belə maksimal ayarlar bizə verirsə, bu telefonda hər şey super. İndi yəqin ki, görürsünüz buradakı kadrlardan hər şey çox mükəmməldir və mən buna bir yarım saata yaxın oynadım, bir oyun oynadım. Qızma var indi. Yox, qəti. Xüsusi testlər var. Orada ağır qrafik tapşırıqlar verir telefona. Qəsdən belə yüklənir telefonun qrafik çipi ki, özünü necə aparır. Xüsusilə bu throttling məsələsinə. Deyirlər throttling var bu telefonda, qızma var, amma oyunda da eyni zamanda həmin adamlar da qeyd edilir ki, oyunda o qızma yoxdur. Sadəcə olaraq yəni bu ağır testlərdə süni şəkildə yükləyəndə telefona onda hə qızma var, amma sən də deyirsən ki, məsələn oyunda heç hiss eləmədin o qədər. Yox, oyunda yox. Yaxşı, okey, bəs səni narahat edən bir şey var. Məni narahat edən bir şey, bax, biz telefonun PUBG-də belə oynayırıq da, düzdür. Belə oynayırıq da. Bax, mən bu 2 dənə barmağım gəlir düşür bu kameranın üzərinə. Bax bura. Çıxıntıya. Bu çox belə narahatdır mənim üçün. Çünki telefonu belə qavraya bilmirəm də, belə elə ki əlim oturmur bura. Biraz orada narahatlıq yaşayıram. Ha, nə bilim, gamepad-dir, oyundakı odur, ruldur, gamepad-dir. Burada nə qoşacaqsan, bu boyda ekran. Amma bir şey də əlavə edeyim. Game Manager daxil olanda orada bir özəlliyi də çıxır ki, gamepad də qoşa bilərsən hətta buna. Sən deyirsən ki, telefonla oynamaz da, telefonla eləməlisən, amma bu funksiyanı da dəstəkləyir bu telefon ki, deyir mənə gamepad da qoş, yəni. Bura monitoru da qoşmaq olur. Gör nə edirsiniz. Görün bu telefonu məhv edə bilirsiniz, yoxsa yox. Alıb bu telefonu məhv edirsiniz. Bu monitora qoşursan, bir dənə gamepad da alsan, joystick, oturursan özün üçün bax belə.
Nəysə, yola salırıq Hilal. Yəni biraz da qalsam burada video bununla qurmalıdır çünki elə qabaqda kamera da var, başqa məsələlərdə toxunmalıyıq. Sizdən bir like, əgər siz də oyun yəni oynamağı xoşlayırsınızsa telefonlarda bir dənə like edin Hilalı dəstəkləmək üçün. Həqiqətən oyunda İstər video baxanda, istər hər hansı bir başqa prosesdə səs bu telefonda doğrudan da möhtəşəmdir. Stereo olması bir yana, çox möhkəmdir səsi. Möhkəmdir. Otaqda oturursan və kimsə əgər oyun oynayırsınızsa, videoya baxırsan, sən bunu qonşu otaqda belə hiss edirsən ki, kimsə nəsə telefonda yox, sanki nə bilim balaca bir kolonkada falan da əməli başlayır, nəsə baxır orada. Kameraları da yaxşılaşdırıblar. Yəni burada da kəsməyiblər. Aynən bu dəfə belə eləyək, bu dəfə belə eləyək. Yox. Qətiyyən əksinə kameraları yalnız təkmilləşdiriblər. Burada əsas kamera 3 dənədir. İkisi 50 megapiksellidir. Yəni əsas kamera geniş bucaqlı və ultra geniş bucaqlı. İkisi də 50 megapiksellidir. İkisi də yetəri qədər keyfiyyətlidir. İkisi də 4K 60 dəstəkləyir. Hətta ultra geniş, yəni geniş bucaqlılar var ha, onlar. O da 4K 60-ı dəstəkləyir və ən əsası, burada ən maraqlı xüsusiyyət ki, televik, yəni telefoto kamera, yəni bir sözlə zoom kamera deyir ya ona. O zoom kamera burada 200 megapiksellidir. Və indi də videoya baxacaqsınız. Əvvəlcə gəlin baxaq. Ümumi 3 kameranın 3-ü ilə də növbə ilə çəkiliş eləmişəm və həm onlardan keçidi görəcəksiniz, həm də zoom-u da birbaşa yoxlayacağam. Açıqlıq uzağa çəkməklə özünüz də baxın. iPhone 16 Pro və Magic 7 Pro-da əsas kamera ilə zoom-u yoxlayırıq. İndi konservatoriyanın binasında olan bu naxışları onlara baxaq. İndi yaxınlaşdıraq. İkisində də 2-yə iPhone-da və 2-yə Magic 7 Pro-da. Baxın, hər ikisini də 2 yaxınlaşdırmadır. Daha çox yaxınlaşdırmayacaq 5 iPhone-da və 5 onlar Magic 7 Pro-da. iPhone 16 Pro və onlar Magic 7 Pro-nun ön kamerası ilə qaranlıq şəraitdə, yəni parkinqdə çəkirəm. Hər iki smartfonla eyni vaxtda çəkirəm. Zəhmət olmasa baxın, fərq nədir? Təbii ki, hər iki telefon üçün bu stressdir, belə şəraitdə çəkmək, amma hər halda müqayisə eləyək. iPhone 16 Pro ön kamerası 4K 60 və Magic 7 Pro onlardan. Onun ön kamerası necə çəkir, baxın. Hərəkətdə çəkirəm. iPhone 16 Pro-nun əsas kamerası və Magic 7 Pro-nun əsas kamerası. Video çəkirəm. Yaxınlaşdıraq, 2 yaxınlaşdıraq. 5 dəfə yaxınlaşdırma iPhone-da. Optik stabilləşdirmə necə işləyir bu kamerada? İndi bunu da yoxlayaq. İndi optik stabilizasiyasını yoxlamaq üçün qaçacağam. O ki qaldı növbəti daha çox zoom eləmək istəyirsinizsə, orada 10x-ə qədər gedə bilirsiniz. Amma yenə də 10x-də belə bilmirəm bu süni intellektin sayəsindədir, alqoritmlər sayəsində belə uzağa çəkəndə belə yəqin gördünüz bunu zoomda ki, müəyyən qədər detalları yenə də saxlamaq olur. O ki qaldı smartfonun kamerasına, fotoya, yəni çox yüksək səviyyədə fotolar çəkir. Əlbəttə ki, HDR-ı dəstəkləyir. Əlbəttə ki, burada gecə rejimi var, burada live fotolar var burada. Burada aktiv çəkiliş üçün də var. Məsələn, hansı bir sürətlə baş vermiş bir prosesi çəkirsinizsə və istəyirsiniz ki, orada o çəkdiyiniz kadrlarda belə hər şey bulanıq yox. Belə istər bu qatar olsun, istər maşın olsun, istər burada kimsə uşağınız futbol oynayır orada, nəsə bir tamaşa baş verir orada, nəsə uzaqdan çəkirsiniz, nəsə bir kimsə dava eləyir, siz onun şəklini çəkmək istəyirsiniz. Yumruq atmaq olmalıdır var. Belə onu çəkmək istəyirsə, onu da çəkmək olar burada foto. Yəni bu bazarda hal-hazırda aktiv çəkilişi söz verən istehsalçılar arasında Honor Magic 7 Pro-da Honor doğrudan da aldatmayıb çalışacağam ki, bu kadrları da qoyum, siz də görəsiniz. Bu smartfon kamerafon kimi yenə də iPhone 16 Pro ilə S25 Ultra-nın birbaşa rəqibidir.
birbaşa onlar rəqibdirlər. Və qiymətlərə baxsaz isə onların ikisindən də ucuzdur. O zaman nəzərə alsaq ki, Androidlər arasında eyni çipə malikdir, kamera baxımından eyni kameraya malikdir, yenə də baxırsan ki, yenə də sərf edir də. Batareyası bu mənada heç nə zəifləmə yoxdur. Bu il naqilli şarjda 100 watt elədilər. Çox sürətli bir şarj var. 0-dan 100-ə qədər hardasa yarım saat 40 dəqiqə doldurur. Yəni lap ölmüş vəziyyətdən 100-ə qədər təsəvvür edin. Sonra naqilsiz şarj. Diqqət. Galaxy-lər, iPhone-lar. Naqilsiz şarj 80 watt. Yoxdur. Yəni yoxdur elə şey. Yəni hansı smartfonda var? Naqilsiz şarj 80 watt dəstəkləmək. Ha? Hansı? Yazın şərhlərdə. Qiyməti deyimmi? 2400 AZN. 2400 AZN. Qiymət deyilənə qədər Hilal deyirdi ki, bu telefonla yoxdur. 2400 deyəndə də belə şeylər elədi. Bilməm niyə görə. 16 sadədən bahadır. 16 Çünki niyə görə? Çünki bizim insanlar hələ də öyrəşirlər ki, Android baha ola bilməz. Yəni Android nədir? Android 2000 plus nədir? o anlayış var axı. Android. Niyə? Amma Hilala və digərlərinə deyim ki, yenə deyirəm, bu smartfon Galaxy S25 Ultra və iPhone 16 Pro ilə rəqibdir. İndi baxın qiymətlərə, yan-yana qoyun, indi deyin görək bu qiymətə bu telefon yaxşı təklifdir, yoxsa yox. Yenə də şərhlərinizi gözləyirik və videolarınızda yenə də nəyi görmək istəyirsiniz, növbəti videolarda hansı telefonu icmal edək və ya bəlkə də telefonu yox, başqa bir çəkiliş edək. Yenə də öz fikirlərinizi bildirin və kanala mütləq abunə olmağı unutmayın. Çünki baxanlar çoxdur, amma abunə olanlar daha azdır. Sayınızı görürük. Ona görə mütləq abunə olun ki, kanalımızı dəstəyi verəsiniz. Növbəti videolarda görüşərik. Bay bay.